Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mingəçevir su anbarında zəlzələ olub. Bu barədə Amiya nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində məlumat verilib. Zəlzələnin Tədqiqatı Bürosunun məlumatına əsasən Gəncə stansiyasından 36 km şimal-şərqdə Samux rayonunda Mingəçevir su anbarı yeraltı təkanı qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Bakıda növbəti intihar qeydə alınıb. Xəbər verilir ki, hadisə martın 21-də Nisami rayonunda baş verib. Rayonun Qaraqaray prospekti 93 mənzilli ünvanında yaşayan 61 yaşlı Qamət Babaoğlu Əməşov özünün binadan atıb. Onun hadisə yerindəcə öldüyü bildirilir. İntiharın səbəbləri məlum deyil. Hadisə ilə bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.